Salam dostlar, kanalıma hoş geldiniz. Ben Arzu. Bugün sizinle birlikte internette olan kağıtdan dırnaqlardan düzəldəcəyik. Bizə lazım olanlar öncə pərcərdir. Pərcər sırasına baxın, burada göstərmişəm. Dairə çəkirəm. 10 dənə, çünki 10 barmağımız var, yəni hər barmaqlarını eləyirəm. Daha sonra bizə karandaş lazımdır. Karandaş və renkli karandaşlar. Renk karandaşlar sayəsində gördüyünüz kimi mən fərqli dəsənlər verib və sonra da boyuruq. Məsələn, mən birinci inek dəsəni elədim, çünki inek ilə çox sevirəm. Çox qəşəng görsənir və bunu boyayacağam. Daha sonra bizə skot lazımdır. Bütün hamısını sırasına gedək ki, çox daha pis olmasın, qurutulmasın, cırılmasın. Və sonra bizə yapışqan lazımdır. Yapışqanı barmağımızın ölçüsünü aldığım axırda göstərəcəm. Eləyirik. Baxın, burada dəsən elədim. Şu anda hamısı əlimdədir və eləsiniz qayıt edirəm. Bu üçün də eləyib gəlirəm. Belə gördüyünüz kimi birinə pişi elədim, yumurta elədim, inək, qarpız və göy quşağı desən elədim. Bu arada göy quşağı favorilərimdəndir. Çox qəşəngdir. İndi digər 5-nə keçirik. Onunla biraz əlaqəli olsun. Bura geçiş elədim. Gördüyünüz kimi ay elədim, sonra ürəklər elədim. Alma elədim, rəngli bir şeylər elədim və gilasla çirləyən qarşılı bir şey elədim. Çirlədim çoxaldım. Şurada skot çəkəcəz. ASMR yapmaq olur. Böyle çox qəşəng şəkildə yapışdırırıq dostlar. İndi isə bükmə işləmindəyik. Baxın, barmağımın ölçüsünü aldım və yapışdırıram. Ufak bir aksilik çıxdı. Telefon uçdu. Baxın, belə eləyirəm. Sonra indi digərinə keçirəm. Bu da ikinci barmağımdır. Baxın, ölçüsünü aldım və həmin formada bükürəm. Bunu 12'sa da almış olsam belə görsənir. Baş barmağım da hazırdır. İkinci barmağım da hazırdır. İndi isə bunları üçüncü barmağıma eləyəcəm. Baxın, bu çox qəşəng oldu. Bu favorimdə həqiqətən. Bu bir də digər göy quşağı. 3 dənəsini hələlik düzəltdim. Bu arada dostlar, videodan sonra bunlar bəziləri açıldı. Onları skotla sabitlədim. Daha möhkəm oldu. Siz də elə eləyin, tövsiyə edirəm. Baxın, favorim budur. Bu çox qəşəngdir çünki. Belə bükürəm. Və hamısını düzəltdim. İndi isə taxaq. Çox qəşəng oldu. Bu arada xoşuma gəlməyən sadəcə dediyim alma ilə yumurtadır. Çünki amma yumurta gördüyünüz kimi almanın yarısını üstünü kağıt qaplayıb, ona görə. Hamısını taxıram və sonuca bir yerdə baxaq. Çox qəşəng oldu. Bu arada inek desəni də çox qəşəngdir. Nəsə dostlar, bugünlük bu qədər. Ümid edirəm siz də bəyənərsiniz, siz də eləyərsiniz. Bye bye.